Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyalı tərəfdaşlarından bir sıra dəmir yolu xətlərinin təcili bərpasını xahiş etdiyini vurğulayıb. Bu haqda Ermənistan mediası məlumat yayıb. Məlumata görə söhbət Yarasaraz deyən Naxçıvanla sərhədə qədər olan dəmir yolu xətti və Axulikdən Türk qara kilsəsi Türkiyə ilə sərhədə qədər olan dəmir yolu xəttindən gedir. Həmçinin Paşinyan Qazax-İcivan Karvansaray dəmir yolu sahəsi ilə bağlı məsələni də gündəmə gətirməyi planlaşdırdığını qeyd edib və Rusiya tərəfdaşlarının bu müraciəti mümkün qədər tez həyata keçirəcəyinə ümid etdiyini bildirib. Əsmi Yerevanın dəmir yolu xətlərini bərpa etmək qərarı bir neçə səbəblə izah oluna bilər. İlk növbədə Paşinyanın açıqlaması Ermənistanın Azərbaycanla nəqliyyat ticarət əlaqələrinin bərpası fonunda nəzərdə keçirilməlidir. Görünür, indi Paşinyan hakimiyyəti dəmir yolu xətlərini bərpa etməklə yüklərin daşınmasını üçüncü ölkə vasitəsilə deyil, Azərbaycan Ermənistan sərhədindən birbaşa idxal etmək istəyir. Əslində bu marşrutun inşası ilə bağlı ABŞ hökuməti 145 milyon dollar vəsait ayırıb. 2026-cı ilin birinci rübündə ABŞ və Ermənistanın birgə yaratdığı konsorsiumun qeydiyyatdan keçməsindən sonra inşaat işlərinə başlanacağı gözlənilir. Üstəlik, Avropa İttifaqı da Zəngəzur dəhlizinə tırp layihəsi investisiya yatırmaq istəyini bildirib. Lakin Paşinyan Rusiya tərəfinə müraciət etməklə dəmir yolundan siyasi deyil, daha çox iqtisadi məqsədlər üçün istifadə edənlərin faydalana biləcəyinə işarə edib. Dəmir yolunun Axulikdən Türkiyə sərhədinə qədər olan hissəsinə gəlincə, Ermənistan rəhbərliyi Ankara ilə münasibətlərin normallaşmasından sonraki mərhələ üçün nəzərdə tutur. Paşinyan hakimiyyətinin dəmir yolu xəttini bərpa etməkdə məqsədi Türkiyə ilə sərhədlər açıldıqdan sonra hazırda çəkilməkdə olan Qaz-İri Aralıq Dilcu marşrutuna qoşmaqdır. Diqqəti çəkən mühüm məqamlardan biri isə Qazax-İcivan dəmir yolu ilə bağlı Paşinyanın dedikləridir. Baş nazirin açıqlamasından məlum olur ki, rəsmi Yerevan Sovet dövründə mövcud olmuş Bakı-İcivan dəmir yolunun Qazax-İcivan hissəsinin bərpası üzərində düşünür. Birinci Qarabağ müharibəsində dəmir yolu ermənilər tərəfindən dağıdılıb. Dəmir yolunun keçdiyi Qazax rayonunun Barxudarlı və Sofulu kəndləri isə hələ də işğal altındadır. Paşinyanın sözləri Ermənistanın tezliklə Qazax rayonunun 3 kəndini yuxarı Əskipara, Barxudarlı, Sofulu Azərbaycana qaytarmağa hazırlaşdığını və sərhədin bu istiqamətində delimitasiya işlərinə başlanacağını deməyə əsas verir.